öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər, öz xanımları ilə rahat, sevgi dolu həyat yaşaya bilmirlər ki, ay aman qıraqdan nə deyərlər? Ay birdən qayını görər mənə nə deyər? Ay qardaşım görər mənə nə deyər? Mən yoldaşımla kluba gəlmişəm. Get də, bəs sən əgər yoldaşınla kluba getməyəcəksənsə, yoldaşınla restorana getməyəcəksənsə, onunla gözəl emosiyalar yaşamayacaqsan, onu niyə almısan? Alıb evə atmağa, servanta qoymağa. Gününüz aydın olsun millət. Yəni bu qızın, qadın, nə bilim, bilmirəm nədir, məxluqənin dediyi söhbətə qulaq astım. Bir şey yadıma düşdü. Moskvada deməli bir iş yoldaşım vardı. Səhər gördüm ki, saçı başı, o üçün pis gündədir də, yəni ki, bu adam gecə yatmayıb, hiss olunur. Soruşdum ki, nə olub da, niyə bu viddəsən? Deyirsən, səhərə qədər klubda olmuşam, səhər 6-da çıxıb gəlmişəm evə. Dedim, ailənlə, yoldaşınla. Dedi ki, yox bə, padruqalarımla. Dedim, mən yoldaşın necə qəbul elədi bunu? Deyirsən, zəng elədim ki, yəni mən padruqalarımla klubdayam və əylənirik. Dedi, hə, yaxşı, gələndə qapını açıq qoyacam, gələrsən. Bu, baxdım belə, dedim ki, bu necə ola bilər də, yəni ər necə icazə verə bilər? Arvadı klubda. Hansısa bir restoranda olsa deyərəm yəqin oturub yeyib, çörək yeyiblər padruqasından çıxıb gəlib. Məhz klubda. Məsəl üçün, mən belə baxdım, məhddə qaldım. Yəni, demirəm, rus xalqdan pisləmirəm. Yəni, o qədər rus qadınları var ki, məsəl üçün, ər boşluğu var da. Sadəcə eləsi var ki, ər boşluğu var. Ona görə də bu sərbəst həyatını yaşayır. Yəni, bir xalqı ləkələmək də düz deyil. Rusiyada elə qızlar var ki, məsələn, bir iş yoldaşım da var idi. Dedim, sən Odnoklassnik saytında varsan. Dedi ki, mənim sevdiyim insan varsa, mən nə gəzirəm Odnoklassnikdə? Yəni, bu nə deməkdir? Yəni ki, mən orada nə axtarasıyam ki? Məlumat olsa başqa yerlərdən, xəbərlərdir, nədir? Digər saytlardan girib baxa bilərəm. Sırf əyləncə məqsədi ilə nə gəzirəm mən Odnoklassnikdə? Yəni, belə qızlar da var, rus qızlar. Yəni, rus qadınları var ki, günü bu gün Azərbaycanda da və mənim takibimdə də var. O insan yoldaşı rəhmətə gedib hər gün ona yaz saxlayır. Yoldaşı da Azərbaycandadır, bəlkə də özü də görür. Nəsə, Allah qeyrətliləri qorusun, fərqi yoxdur. Rus, türk, nə bilim, digər fərqi yoxdur. Söhbət bu qadının danışığından gedir. Yəni, mən belə qənaətə gəlirəm ki, sən elə bu çıxışınla deyirsən orada qayın görər neyniyər? Yəni ki, qayını fikirləşir də, gəlinlər niyə fikirləşməlidir? Qayın niyə gülməlidir? Qayını mən niyə fikirləşməliyim? O belə bu çıxışından hiss olunur ki, nə sən qardaş sayası deyilsən, nə qayın sayası bir insan deyilsən. Və sənin də yoldaşın yəqin bunları qəbul edir. Belə başda günah sənin yoldaşındadır ki, sən bugünkü gün çıxıb o xalqa səhv bir mental dəyərlərimizə zidd olan bir hərəkət edirsən. Azərbaycan qadınını məhz o müasirliyin o pik nöqtəsinə, yəni əxlaqsızlığın pik nöqtəsinə gətirib çıxardırsan və təbliğ edirsən və çağırırsan. Əziz xanımlar, yəni siz də evdə yoldaşınıza bunu təbliğ eləyin və başı boş bəzi qadınlar da oturub baxır, ərinlə baxır. Deyir, görürsən, bax, ali savadlı qızdır, ali təhsilli qızdır, görürsən nə deyir? O, burada nə var ki, klubda, bax, filan kəsin, filan qız da gedir, ərinlə kluba gedir, nedir? Ay, siz boş başınıza vurmursunuz ki, klub əyləncənin ən axırıncı bir həddidir. Hansı ki, o kluba normal şuurlu, normal düşüncəli bir insan getmir. Yəni, normal demirəm, yəni ağılsız yox. Sadəcə orada əyləncə məqsədinə, orada pis maraqlarla gedilir kluba. Ki, gedim orada bir qızla tanış olum, gedim orada əylənim, gedim bir başqa bir nələr. Bu kişilərin bir fikridir də kluba gedəndə. Qadınlar da gedir ki, gedim özümə bir kişi tapım, oğlan tapım, əylənim. Yəni, bunu sən başına vurmursan ki, sən insanları nəyə çəkirsən, nəyə gətirirsən? Sən deyirsən qayın, düz deyirsən, başa düşürəm. Əgər bugünkü gün qayınlara dəyər verilsəydi, qardaşlara dəyər verilsəydi, bugünkü gün ora-burası açıq, lütdənib küçələrdə gəzən qadınlarımız olmazdı. Ən azından fikirləşər ki, bunun qardaşı yoxdursa fikirləşərdi qayının var. Və yaxud da boşanıbsa da fikirləşməlidir, qardaşımın qeyrəti var, atamın qeyrəti var, o geyimimə fikir vermir, heç olmasa məni qınamasınlar. Yəni, bunu fikirləşən qadınlarımız çox azdır, çox təəssüf. Yəni, bir sözlə də uçuruma gedirik də, qadın əxlaqı ilə bağlı biz uçuruma gedirik. Allah yaxşılarımızı qorusun, qeyrətlilərimiz mənim başımın tacıdır. Yaxşı ərinə, qardaşına, atasına dəyər verən qadın mənim şəxsən bacımdır. Yəni, söhbət Azərbaycan qadından gedir. Yəni, sırf bu mental dəyərlərə söykənən qadın mənim bacımdır. Yəni, açığı deyirəm, burada da kim nə cür başa düşür, düşsün. Dediyim nədir, əziz xalqım? Yəni, bu nəyə oxşuyur? Bugün biz qadından kluba gedirsə, yəni, bugünkü gün səhər digər şeylərdə adiləşəcək. Baxıram, videolar paylaşırlar xəyanətlə, video çəkir, kişi qadını xəyanətlə tutur və başlayır bunu normal və başlayır özünə qapanır, yoldaşım xəyanət elədi, bununla. Bu xəyanətin iki yönü var da. Ya bunun başını kəsib atırsan qırağa. Yəni, mən cinayətə cəlb eləmirəm insanlar. Sadəcə deyirəm ki, bu kişilərin qeyrət məsələsi. Ya da ki, boşanırsan, çıxır gedir, deyirsən ki, səni öz həyatımın puç olmamağına görə, səni bir də balamın anasız qalmamağına görə səni qurban edirəm. Deyirsən, uzaqlaşırsan. Bu iki yönü var. Yəni, adın təmizə çıxmaqdan ötürü. Amma qaldı ki, məsələ, yəni, bugünkü gün təbliğatı, belə qadınlar ölkəmizi pozur. Qadınlarımızı pozur.
Bu gün deməli qaynın qarşısında 100 hoqqadan çıxırsa, geyiminə, hərəkətinə fikir vermirsə, o demək ki, ondan nə arvadı olası deyil, nə ondan ana olası deyil, nə bir qardaş tərəfdən baxanda da bacı olası deyil. Yəni Allah ölənlərinizə rəhmət eləsin. And olsun Allaha deyirəm. Mənim anam ölənə qədər, mənim əmim özü çox qeyrətli insandır. Buradan da Gədəbəydən də Eliyar doktor, Eliş doktor hamı da tanıyır. Yəni o insan nə başını qaldırıb anamla üzbəüz söhbət eləməyib, nə də anam ondan, yəni sadəcə bir qayn kimi, bir qardaş kimi dərdlərini bölüşüblər, nəsə lazım olanda, nəsə sözü olanda. Amma da oturub onun da hətta oturub əmim olan yerə mənim anam keçməyib. Çünki abır həya var idi. Qaynımdır. Orada mənim qaynımdır. Yercəndə əmim ondan elə bir 10 yaşda balacaydı. Orada mənim qaynım oturub. Qaynım oradadır, mən necə keçə bilərəm? Sən amma durub deyirsən ki, qayn görəcək, görsün də, yəni ki, cəhənnəmə görsün də, qayn nə fikir. Sənin evində o cürə kişi varsa, o klubu qəbul eləyirsə, sən qaynı neynirsən ki? Sən o həyatını yaşamısan da. Sən o həyatı yaşamısan. Sən qaynı neynirsən? Sən qardaşı neynirsən? O cürə sənin boşluğun var da, istifadə elə də. Yəni mənim dediyim odur ki, Azərbaycan xalqının belə şeylərə sürükləmək olmaz. Və bir qadın kütləsi var ki, hansı ki, çox şeyi əlimizdən aldı. Ərə getdi, ərə gedəndə şərti nə oldu? Mən qaynana ilə yaşamayacağam, mən qaynata ilə yaşamayacağım. Addelini bilə, bugünkü gündə subayçılığın da bax səbəbkarları belə şeylərdir. Mən qaynana ilə yaşamayacağam, mən qaynata ilə yaşamayacağam. Addelini ev al, ya sən kiraya çıxaq, mən bunlarla yaşamayacağam. Bunu, yəni bu imtahandan keçdiniz, yəni qalib oldunuz. Sonra qızlarınıza, qız uşağıdır da, gedir gəzir, nə olsun, sevdiyi var, cavan qız uşağıdır, geçsin gəlsin də. Yəni nəzarət yoxdur, qadınlarımıza, qızlarımıza nəzarət yoxdur. Və bu cürdə gedirlər institut qutarlar, bilmirəm, indi bu haran qutarıb, nəyə qutarıb bilmirəm. Amma görürəm ki, bunun elə universitetdə bu psixologiya ilə oxuyub. Yəni bu cürə çoxu da bu ali təhsillilər var da, özlərini ağıllı hesab edirlər. Yox, müasirlik, azad qadın, nə danışsan, mən ərimlə, sevdiyimlə, nə bilim, nə ilə 100 hoqqadan çıxmalıyam. Yox, olmaz axı. Biraz fikirləşin ki, bizim genimiz hansı gendir? Bizim əcdadlarımız, bizim kökümüz, biz Azərbaycan xalqı, Azərbaycan qadını, Qafqazda, MDB-də, nə bilim, dünyada nömrə 1 olub. Həmişə o da mentalitetimizə görə. Başqa heç nəyə görə yox. Gözəlliyə qalsa, yəni gözəllik müsabiqələrində Azərbaycanlı yoxdur. Amma qeyrət müsabiqəsini keçsələr, Azərbaycanlı orada olar. Uca görürəm ki, o da qalmır İraq yaxşılardan. Allah xalqımızı qorusun, Allah yaxşılarımızı qorusun. Belə bir insanların necə deyim, fitvasına uymayın, xahiş edirəm əziz xanımlar. Yəni belə bir insanları sadəcə çıxardırlar ora, bir qrup insanlardır ki, çıxardır belə insanları danışdırır ki, xalqımız pozulsun. Olmaz belə şeylərə, yəni ən azından düşünün ki, mən falan ananın qızıyam. Mən bunu eləməli deyiləm. Mən qaynana da hörmət eləməliyəm, qardaşa da, ataya da. Yəni o anaların əllərindən öpürəm ki, qızlarına düzgün əsl Azərbaycan xanımı necə olur onu öyrədir. O anaların əllərindən öpürəm. Qızlarını azad buraxan qadınları da geçsinlər elə tullansınlar. Və belə də deyirəm. Kim də incisin. Qızına dəyər verməyən, qızının əxlaqıyla məşğul olmayan ana. Ana deyil, o birbaşa danadır, nə bilim, nədir bilmirəm də. Yəni heyvanla heç bir fərqi yoxdur. Onu demək istəyirəm. Sağ olun, Allah sizi qorusun.